Prezidentin Sülh Şurasının iclasında iştirakı bunu təsdiqləyir. Hazırda beynəlxalq münasibətlər sistemində davam edən mühüm proseslərdə Azərbaycan fəal iştirak edir. Son illər ölkəmiz təkcə regional sabitliyin təminatçısı kimi deyil, həm də qlobal təhlükəsizlik və sülh gündəliyinə töhfə verən önəmli aktora çevrilib. Azərbaycanın Sülh Şurasının təsisçi üzvlərindən biri seçilməsi, Prezident İlham Əliyevin Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirakı bu faktı təsdiqləyir. Axar, az xəbər verir ki, bu sözləri deputat Samir Vəliyev deyib. Deputat bildirib ki, ABŞ prezidenti Donald Trump'ın Azərbaycanı Sülh Şurasına təsisçi üzv dövlət olmağa dəvət etməsi dövlətimizin beynəlxalq miqyasda nüfuzunun göstəricisidir. Yanvarın 22-də Davosda Sülh Şurası rəsmən elan olunub və Prezident İlham Əliyev Şuranın nizamnaməsini imzalayıb. Bütün bunlar göstərir ki, Azərbaycan hər zaman olduğu kimi beynəlxalq əməkdaşlıq, sülh və sabitliyə fəal töhfə verməyə hazırdır. Digər tərəfdən, dövlətimizin Sülh Şurasına üzv olması Azərbaycanın beynəlxalq nüfuzunun və artan strateji çəkisinin açıq ifadəsidir. Bu addım Azərbaycanın artıq yalnız regional təşəbbüslərlə kifayətlənmədiyini, qlobal sülhün tənzimlənməsində söz sahibi olan ölkələr sırasında yer aldığını təsdiqləyir. Sülh Şurasında təmsilçilik rəsmi Bakıya beynəlxalq təhlükəsizlik arxitekturasının formalaşmasında daha fəal iştirak imkanı yaradır. Bu baxımdan fevralın 19-da Azərbaycan prezidentinin Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirakı qürurvericidir. Millət vəkilinin fikrincə, Azərbaycanın bu platformada təmsilçiliyi eyni zamanda ədalətli mövqeyə, beynəlxalq hüquqa və suverenliyə əsaslanan siyasətinin qəbul edildiyini sübut edir. Post-münaqişə dövründə sülh təşəbbüsləri ilə çıxış edən, qarşıdurma yox, əməkdaşlıq xəttini seçən Azərbaycan üçün bu üzvlük yeni siyasi mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Bu mərhələ ölkəmizin qlobal sülh və təhlükəsizlik proseslərində aparıcı aktorlardan birinə çevrilməsini daha da sürətləndirir. Nəzərə alaq ki, artıq BMT dünyadakı problemlərin, münaqişələrin həllində rol oynaya bilmir. Belə bir şəraitdə Sülh Şurası münaqişələrin həllində aparıcı platforma ola bilər. Belə bir önəmli platformada Azərbaycanın təmsil olunması isə dövlətimizin diplomatiyasının parlaq uğurudur. Samir Vəliyev Sülh Şurasının iclasında ABŞ prezidenti Donald Trump'ın çıxışında Azərbaycan prezidenti İlham Əliyev haqqında yüksək fikirlərini xüsusi vurğulayıb. O qeyd edib ki, bu fakt dövlətimizin başçısının nə qədər böyük siyasi xadim və dünyada yüksək nüfuza sahib olduğunu bir daha təsdiqləyir. Deputat söyləyib ki, Donald Trump'ın hakimiyyətə qayıdışından sonra Azərbaycan-ABŞ münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyaraq regional və qlobal proseslərin mühüm komponentinə çevrilməkdədir. Əliyev Trump'ın təklifini buna görə qəbul etdi. Rusiyadan baxış. Azərbaycan hakimiyyətinin mövqeyi hamıya məlumdur. Dünyadakı bütün münaqişələr beynəlxalq hüquq əsasında həll olunmalıdır. Bilirik ki, Azərbaycanın özü uzun müddət münaqişə yaşayıb və BMT Təhlükəsizlik Şurasının Ermənistandan Azərbaycan ərazilərini geri qaytarmağı tələb edən qətnamələri təxminən 30 il yerinə yetirilməyib. Yəni, Azərbaycan BMT mexanizmlərinin işləmədiyini öz təcrübəsindən keçirib. Axar, az xəbər verir ki, bunu Rusiyalı politoloq Mikhail Belyayev Bakının Sülh Şurasında iştirakı ilə bağlı fikirlərini bildirərkən deyib. Bundan əlavə, Azərbaycan münaqişənin əsasən öz səyləri ilə həllində unikal təcrübəyə malikdir. Bu, beynəlxalq presedentə çevrildi. Yəni, Azərbaycanın dünyanın qalan hissəsi ilə bölüşmək üçün çox təcrübəsi var. Bundan əlavə, İlham Əliyevin bu yaxınlarda bildirdiyi kimi, Azərbaycanın məntiqi hamıya məlumdur. Respublika mümkün olduqda hər kəslə konstruktiv münasibətlər qurmağa çalışır. Son illərdə Azərbaycanın dünyadakı statusu da artmışdır. O, regionda aşkar liderdir. Azərbaycan həm nəqliyyat, həm də enerji qovşağıdır. Azərbaycanın Sülh Şurasının təsisçi ölkələrinin əksəriyyəti ilə əla münasibətləri var, onların əksəriyyəti Azərbaycanın yaxın tərəfdaşıdır. Beləliklə, onun təcrübəsi Sülh Şurasında faydalı ola bilər. Bundan əlavə, Azərbaycan Trump'ın təklifini qəbul etdi, çünki bu, həm ABŞ-la münasibətlərin inkişafı, həm də hazırki Amerika prezidentinin Cənubi Qafqazdakı və Azərbaycan-Ermənistan sülh gündəliyindəki hazırki rolu baxımından faydalıdır. O bildirib.